Hər vaxtınız xeyirli olsun. Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirli bilinən 15 nəfər Ermənistan vətəndaşı, o cümlədən Aray Kartunyanın barəsində olan cinayət işi üzrə açıq keçirilən məhkəmə prosesi bu dəqiqələrdə Bakı məhkəmə kompleksində müdafiə tərəfinin çıxışları ilə davam edir. Qeyd edək ki, məhkəmənin sonuncu iclasında müdafiə tərəfi təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə edən vəkilləri məhkəməyə müraciət edərək məhkəmədən son sözlə çıxış etmək üçün onlara 2 həftə müddətinə vaxtın verilməsini məhkəmədən xahiş etmişlər. Həmin 2 həftə müddəti isə bu günləri yekunlaşdı, bu günləri başa çatdı və təqsirləndirilən şəxslərin vəkillərinin, müdafiəçilərinin çıxışlarına başlanıldı. Sonraki mərhələdə isə təqsirləndirilən şəxslərə söz veriləcək, onlar məhkəmə prosesində son sözlə çıxış edəcəklər. Sonuncu iclasda isə dövlət ittihamını müdafiə edən prokurorlar çıxış etmişlər. Onlar təqsirləndirilən şəxslərə məhkəmədən cəzanın verilməsini xahiş etmişlər və ifadələrdə də, fikirlərdə də bildirilmişdi ki, təqsirləndirilən şəxslərin hər birinə qarşı ayrı-ayrılıqda irəli sürülmüş ittihamlar məhkəmə istintaqı zamanı araşdırılarkən, tədqiq olunarkən sübutunu tapdı və dövlət ittihamını müdafiə edən prokurorlar Aray Karutunyana, həmçinin David İşxanyana, David Babayana, David Manukyana və Lyova Mnasakanyana ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını, həmçinin Arkadi Qukasyan, Bako Sakyan, Madat Babayan, Melikset Paşayanın 20 il müddətinə azadlıqdan məhrum edilməsini, digər təqsirləndirilən şəxslərin isə 19, 18, 17, 16 il müddətinə azadlıqdan məhrum olunmasını məhkəmədən xahiş etmişlər. Və məhkəmə istintaqı zamanı, məhkəmə prosesində də bir daha qeyd olunmuşdu dövlət ittihamçılarının çıxışlarında ki, təqsirləndirilən şəxslər Arkadi Qukasyan, Bako Sakyan, Madat Babayanı irəli sürülən ittihamların növündə onlara azadlıqdan məhrum etmə cəzasını təyin olunması nəzərdə tutulsa da, onların məhkəmə hökmü çıxarılana dək yaşı 65 olduğu üçün onlara ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin olunması mümkün deyil. Amma məhkəmə istintaqı zamanı irəli sürülən bütün ittihamlar məhkəmə istintaqı zamanı sübutlar hamısı təsdiqini tapmışdı. Məhkəmə prosesində təqsirləndirilən şəxslər də çıxış edəcəklər. Onlar vəkillərin çıxışlarından sonra təqsirləndirilən şəxslərin də hər birinə ayrı-ayrılıqda söz veriləcək. Onlar da müdafiə çıxışı ilə məhkəmədə çıxış edəcəklər. Qeyd edək ki, təqsirləndirilən şəxslərin ifadələrini, fikirlərini sərbəst şəkildə bildirməsi üçün onlara rus və erməni dilində məhkəmə istintaqının ilk günündən onlara rus və erməni dilində 2 tərcüməçilər ayrılıb 2 dildə. Açıq keçən məhkəmə iclasını biz ASTV komandası olaraq ilk gündən izləyirik və bu barədə xəbərlərin növbəti buraxılışında tamaşaçılara daha geniş məlumatları çatdırmağa çalışacağıq. Hələlik isə bu saata Bakı məhkəmə kompleksindən çatdıracaqlarımız bu qədər deyərək sözü yenidən mərkəzə studiya ötürürük.